Abşeron rayonunda mayın 4-ü gecə saatlarında intihara cəhd hadisəsi olub. Vətəndaş Abşeron rayonu Xırdalan şəhəri ərazisində yaşadığı mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə məlumat daxil olub. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin xilasediciləri cəlb olunub. Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 26 yaşlı Bəşirov Aməddin Niyaməddin oğlu özünə xəsarət yetirdikdən sonra 6 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihara cəhd edib. Xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılmaqla xilasetmə yastığı açaraq zəruri təhlükəsizlik tədbirləri görülüb. Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində o intihar etməkdən çəkinib və xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Xırdalanda baş verən intihara cəhdin təfərrüatları məlum olub. 26 yaşlı oğlan həyat yoldaşını döyüb. Qadın ərini polisə şikayət edib. Oğlan da məsuliyyətdən yayınmaq üçün binanın damına çıxaraq intihara cəhd edib.